Təxminizcə qanun nəticəsi ifrazı ilə tərəfizə baş vurmuşdur. Aparılmış müayinələrdə kolonoskopiya nəticəsində kolonda çox saylı poliplərin olması və bunların əsasında çox saylı biopsiyalar götürüldü. Biopsiyalar nəticəsində həm kolonun sağ tərəfində, həm də kolonumuzun sol tərəfində transferi tümör adenosiya raporlandı və bugün xəstəmizə total korektomiya əməliyyatını icra etdik. Əməliyyatdan qabaq rektumda çox saylı polipləri vardı, 5-6 dənə və ölçüləri 5-6 günlük. Rektum qorunmaq məqsədi ilə əməliyyatdan öncəsində pasiyentimizə endoskopi olaraq polipektomiya əməliyyatını icra etdik. Hal-hazırda isə total korektomiya əməliyyatını, yəni qalın bağırsağın tamamən alınması əməliyyatını icra etmiş olduq. Burada görmüş olduğunuz üzere ileri derece teknolojik aletler, stapler dediğimiz aletler ve bütün kalın bağırsak burada görmüş olduğumuz üzere çekum tümörü ve onun seroza necə çəkməsi, eyni zamanda dalaq əyriliyindəki olan buradaki tümörü ve eyni zamanda sigmoid kolondaki tümörler bariz şekilde görülmektedir. Bu total korektomiya spesmenidir. Herkese teşekkür ederim.